Bu brend deyil. Bu da brend deyil. Heç bu da brend deyil. Bu isə Nike-nin qurucusu Phil Knight'dır. Bəs brend nədir? Brend şəxsin məhsul, şirkət və xidmət haqqında hiss etdikləridir. Niyə şəxsin? Çünki bu hisslər hər biri fərdi formada formalaşır. Niyə hiss etdikləri? Çünki biz insanlar qərar verərkən düşünməkdən daha çox hisslərimizlə davranırıq. Bir sözlə brend bizim nə dediyimiz deyil, onların nə hiss etdikləridir. Və nə vaxt kifayət qədər çox insan eyni hissi paylaşırsa, bu zaman brend formalaşır. Biz artıq brendin şəklini formalaşmış olaraq görə bilirik. Hər insanın beynində sənin brendin haqqında öz versiyası var. Şirkət bu fikirləri, bu hissləri tam idarə edə bilməz. Amma öz fərqli xüsusiyyətlərini açıq, dürüst və cəlbedici formada ifadə etməklə bu fikirlərə təsir edə bilər. Həmin insanların hisslərinin arasında olan fərqləri idarə etmək məhz brend menecmentdir. Əgər sənin dediyinlə onların anladıkları və hiss etdikləri iki fərqli şeydirsə, bu brend gap yaradır. Newmeyer Eyni adlı kitabında deyir ki, brend gap əsasən strategiya və kreativ arasında olan uçurumdan əmələ gəlir. Bəzi şirkətlər bu uçurumu görə bilmirlər. Digərləri isə burada bir körpü yaradıb, bundan öz xeyirləri üçün istifadə etməyi bacarırlar. Müəllifə görə güclü brendin 5 əsas xüsusiyyəti var. Birincisi differentiation. Kim olduğunu, nə etdiyini və niyə vacib olduğunu aydın şəkildə bildir. Əgər hamı ən keyfiyyətli iş deyirsə də heç kim fərq yarada bilmir. 2. Collaboration. Brendlər tək yaranmır. Onları dizaynerlər, strateqlər, brend menecerlər, tərəfdaşlar və müştərilər birgə yaradırlar. Bu əməkdaşlığı qurmağı bacarmaq lazımdır. 3. Innovation. Yeni ideyalar həmişə risklidir. Amma fərq də yaradan məhz o riskli ideyalardır. Müəllifin dili ilə desək, fərq yaradan logic yox, magicdir. 4. Validation. İstənilən yeni ideya bazara çıxanda ya işləyir, ya yox. Qəbul etməliyik ki, kreativlik yalnız bazarda özünü sübut etdikdə dəyərlidir. 5. Cultivation. Brendin canlı orqanizm olduğunu qəbul etməliyik. O dəyişsə də əsas mahiyyətini itirməməlidir. Bir sözlə brend bizim nə dediyimiz deyil, insanların nə hiss etdikləridir. Brend gap yaratmamaq üçün isə strategiyamız və kreativimiz arasında əlaqəni doğru qurmağı bacarmalıyıq.